Salam, hər vaxtınız xeyir. Mən sizin Azərbaycan dili müəlliminiz Mətanət Əliyeva. Bu gün mövzu olaraq əvəzlik və zərfi izah edəcəm. Əvəzlik. Əvəzlik digər əsas nitq hissələrini əvəz edən nitq hissəsidir. Əvəzliyin 5 məna növü var. Şəxs əvəzliyi, işarə əvəzliyi, qeyri-müəyyən əvəzlik, təyin əvəzlik, və sual əvəzliyi. Deməli, gəlin ilk növbədə şəxs əvəzliyindən başlayaq. Şəxs əvəzlikləri şəxsi bildirir. Tək və cəm olaraq bölünür. Məsələn, birinci şəxs mən, sən, o, cəmdə isə biz, siz, onlar. Deməli, şəxs əvəzlikləri daha çox ismi əvəz eləyir. Şəxs əvəzlikləri heç vaxt mənsubiyyət çəkiltisi qəbul etmir. Deməli, mən və sən əvəzliyindən başqa digər əvəzliklər cəmlənir. Bəs müəllim, mənim deyirik. Mənimdəki im nədir? Mənim və bizimdəki im mənsubiyyət yox, yiyəlik hal şəkilçisidir. Gəldik işarə əvəzliyinə. İşarə əvəzlikləri daha çox sifət və zərfi əvəz edir. İşarə əvəzliklərimiz o, bu, elə, belə, həmin. Ümumiyyətlə, bunlar da ismə xas şəkilçiləri qəbul edir. Yalnız elə və belə mənsubiyyət şəkilçisi qəbul edəndən sonra hal şəkilçisi qəbul edə bilər. O və bu. O, bu, biz o əvəzliyi həm də işarə əvəzliyi kimi, şəxs əvəzliyi kimi var. Deməli, o, bundan sonra vergülün qoyulub qoyulmaması. Gəlin buna toxunaq. O, bundan sonra ilk növbədə bunların cümlədə sualına fikir verməliyik. Məsələn, əgər o və bu necə sualına cavab verirsə, biz vergül qoymuruq. Əgər kim nə sualına cavab verirsə, bu zaman vergüldən istifadə edə bilərik. Lakin bəzi qaydalarımız var. Əgər o, budan sonra feil gələrsə, köməkçinin ilk hissələri gələrsə, vergül qoymuruq və əvəzliyin özü gələrsə. Məsələn, köməkçinin ilk hissələrindən modal söz və nida buna aid deyil. Çünki modal sözün özünün bildiyimiz kimi cümlənin ortasında işlənəndə həm özündən əvvəl, həm də özündən sonra vergül qəbul edir. Nida da həmçinin. O səbəbdən bu iki köməkçinin ilk hissəsindən başqa digər köməkçinin ilk hissələrində və feil, zərf əvəzliyi gələndə isə biz nə edirik? Vergül qoymuruq. Məsələn, o kitab almışdı. Almışdı. Kim? O. Kim sualına cavab verir və özündən sonra isim qəbul edib rahat şəkildə vergülümü qoya bilərəm. O, bu mövzu haqqında danışırdı.
Baxın, odan sonra birinci sual verir. Danışır, kim, o. Deməli, müəllim, vergül qoyacaq. Xeyr, odan sonra əvəzlik gəlib baxın. Əvəzlik gəlirsə, artıq vergül qoymayacaqsan. Bəzi hallar var ki, məsələn, deyir ki, burada vergül işlənə də bilər, işlənməyə də bilər. Məsələn, o binanın qarşısında gözləyirdi. Gözləyirdi. Kim? O. Aha. Burada artıq vergül qoya bilərəm. Kim gözləyirdi? O gözləyirdi. Bir də deyirəm ki, o binanın qarşısında gözləyirdi. Hansı binanın qarşısında gözləyirdi? Əgər hansı sualına cavab verirsə, artıq mən vergüldən istifadə etməyəcəm. Deməli, gəldik elə-belə əvəzliklərinə. Elə-belə əvəzlikləri cümlədə dedik ki, sifəti və zərfi əvəz edir. Məsələn, mənimlə elə danışma. Burada feilin əvvəlində gəlib, onun tərzini bildirirsə, bu zərf yox, zərfi əvəz eləmiş işarə əvəzliyi olacaq. Bir də elə sözlər danış. Danış ki, dünya bəzənsin. Məsələn, necə sözlər danış? Elə sözlər. Burada sifət yox, sifət əvəz eləmiş əvəzlik rolunu oynayacaq. O səbəbdən bizdən məsələn soruşsa ki, burada nitq hissələrinin ardıcıllığını verin, əvəzlik, isim və feil kimi olacaq. Ki də burada bağlayıcıdır. Aha. Gəldik təyin əvəzliklərə. Təyin əvəzliklərimiz öz, hər, bütün, filan, eyni. Deməli, burada təyin əvəzliklərimizdən bunlar daha çox sifət əvəz edirlər. Lakin öz əvəzliyi bəzi məqamlarda mənsubiyyət çəkicisi qəbul edib, yəni cəm çəkicisi qəbul edib, ismi də əvəz eləyə bilər. Ümumiyyətlə, təyin əvəzliklərimiz quruluşca sadədir. Həmçinin şəxs və işarə əvəzliklərimiz də quruluşca sadə olurlar. Qeyri-müəyyən əvəzlik. Qeyri-müəyyən əvəzliklər quruluşca 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Sadə qeyri-müəyyən əvəzlikləri hamı, hərə, bəzi, düzəltmə qeyri-müəyyən əvəzlikləri birisi, nəsə, kimsə, mürəkkəb isə filan kəs, kim isə, nə isə, heç nə, heç kim. Bəzən kimsə qeyri-müəyyən əvəzliyini inkarda işlədirlər. İnkarda işlədilən zaman feil inkarda olmalıdır. Yəni, mamə şəkilçisi qəbul etməlidir. Məsələn, kimsə yanımda olmadı. Burada artıq kes kimdən əvəz elədik və inkarlıq məzmununu daşıyır. Gəldik sual əvəzliyinə. Sual əvəzlikləri bütün cümlə üzvlərinin yerində işlənə bilir. Və sual əvəzlikləri quruluşca 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Ümumiyyətlə, bütün əsas nitq hissələrinin sualı sual əvəzliyində toplanır. Gəldik zərfə. Zərf hərəkətə aid olur, onun tərzini, yerini, zamanını və miqdarını bildirir. Zərf quruluşca 3 yerə bölünür. Sadə zərflər, düzəltmə zərflər, mürəkkəb zərflər. Zərf düzəldən şəkilçilərdən anə, yanə, dahiyanə, şairanə, məsələn, açı, əki, çəpəki, aşı, yanaşı, casına,
qəhrəmancasına vurğu qəbul etmir. Ca, cə, türkcə, rusca keçicilərin əsas an, ən, məsələn, qəflətən. Sonra lalə deyə bilərəm, sürətlə. Dadə. Dadə daha çox fəsillərə qoşulur. İldə, yayda, qışda kimi zaman, düzəltmə zaman zərfi yaradır. Dan, bərkdən, çoxdan kimi şəkilçiləri var. Mürəkkəb zərflərdə defislə və bitişik yazılır. Defislə yazılanlara məsələn 2-2, 1-1, 1-5, bitişik yazılan addımbaşı, günorta, axşamçağı kimi mürəkkəb zərfləri misal olaraq deyə bilərik. Əsas xüsusiyyət zərfin məna növləridir. Zərf 4 məna növə bölünür. Birinci, tərz hərəkət zərfi. Adından da göründüyü kimi hərəkətimin tərzini bildirir. Quruluş isə 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Sadələr məsələn, o yavaş gedir. Düzəltməyə məsələn deyə bilərik ki, sürətli danışır, sürətlə gedir. Ən yaxşı türkcə danışır, rusca. Bunlar məsələn o döyüşdə qəhrəmancasına vuruşdu. Bunlar düzəltmə olur. Mürəkkəbə isə məsələn yavaş-yavaş, asta-asta. O asta-asta danışırdı. Necə danışırdı? Asta-asta. Gəldik zaman zərflərinə. Zaman zərfi də quruluşca 3 yerə bölünür. Hərəkətimin zamanını bildirir. Zaman zərfləri məsələn sadə zaman zərfləri sabah, axşam. Sabah mən rayona çıxacam. Axşam şəhərə gedəcəm. Məsələn, bunlar olur sadə. Düzəltmələrə yayda, qışda, ildə, mürəkkəb axşamçağı, ilbəil. O ilbəil cavanlaşırdı. Məsələn, gəldik 3-cü yer zərfimizə. Yer zərfi hərəkətin yerini bildirir. Hərəkətin yerini bildirir və quruluşca 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb. Sadə yer zərflərinə irəli, aşağı, yuxarı, düzəltmələr ortalıqda, aralıqda. Ortalıqda heç kim yox idi. Hara? Ortalıqda. Mürəkkəb maşın irəli-geri gedirdi. O sağa-sola tez-tez dönürdü. Gəldik miqdar zərfinə. Sonuncu miqdar zərfidir. Miqdar zərfi hərəkətimin kəmiyyətini, miqdarını bildirir. Miqdar zərfi, bu da quruluşca 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb. Sadə miqdar zərflərinə, məsələn, xeyli, az, çox. O çox danışırdı. O az danışırdı. O xeyli yol getdim. Burada artıq xeyli yol deyirəmsə, bax burada xeyli saydı. Deməli, ümumiyyətlə, birazdan danışacağım zamanın, yəni ümumiyyətlə, zərfliyin, amonimliyindən. Xeyli əgər ismin əvvəlində gəlib onun miqdarını bildirirsə, bu zaman
nə olur bunlar? Say olur. Əgər feilin əvvəlində gəlib onun miqdarını bildirirsə, o zaman miqdar zərfi olur. Bunu silin. Düzəltmələrə, məsələn, tamamilə, ilikdə, büsbütün, mürəkkəbə isə onlar zala bir-bir girirdi. Mənim işim 1-ə 5 artdı. Bax, bunlar artıq nə olur? Mürəkkəb miqdar zərfi olur. Deyəcəm. Bir cümlə yazacağım. Şəhərdə işlər qarışıqdır. Bu cümlədə şəhərdə sözü mənim yerimi bildirə bilər. Amma şəhərdə burada isimdən sonra gəlib deyə, yəni ismə qoşulub dadə artırıb deyə, burada artıq isim rolundadır. Deməli, isimlərin sonuna dadə, dandən artırıb yeri bildirirəmsə, bu artıq zərf rolunda yox, isim rolunda qalacaq. Və yaxud da, məsələn, iti sözü. İti sözündən sonra isim gələndə, məsələn, iti yaddaş. Burada ismin təyin etdiyi üçün bu sifət rolunda olur. İti danışırdı. Burada artıq hərəkətimin tərzini bildirirsə, burada zərf rolunda olur. Və yaxud da, məsələn, səhər açıldı. Səhər cümlədə nə suala cavab verir? Və burada artıq isim rolundadır. Amma desəm ki, səhər işə gedəcəm. Nə vaxt işə gedəcəm? Səhər. Bu artıq mənim zamanımı, yəni hərəkətimin zamanını bildirir deyə zərf rolunda olacaq. Bu qədər. Sağ olun. İndi isə nəyə keçirik?